uşaqlar, bugün iki təkər ayarın videosu paylaşacağıq. Motorumuz belədir. 2.5 10 minlik motoru alın. Sonra yeni egzoz və eci ayarlamaları və tur lastigini alın. Spansiyonumuz isə belə olacaq. Onun 30-80 min, arxası isə 17-17.700 olacaq. Jog ayarımız isə bu vəziyyətdə olacaq. Təkərlərimizin ayarlaması isə belə olacaq. Keçək təkər ayarımızı. Təkərlərimizin ayarı təkərlərin sıxılma dərəcəsi isə %100 olmalıdır. Maşınımızı ikinci skorsa keçirdirik və ayarlardan drift modu keçirdirik. Ben yaxşı qaldıramadım. Eğer siz ise yaxşı qaldırabilirsiniz. Hamıya sağ olun uşaqlar. Salam aleykum.